Assalamu alaikum ve rahmetullah ve berekatuhu. Aziz dostlar, artık benim ayağım 30 ildən çox düşmən tapdağı altında qalmış torpaqlarımıza dəyir. Buna mən şükür eləyirəm. Və Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin deyirəm və prezidentimizin də canı sağ eləsin ki, ordumuzun köməyi ilə bu torpaqlarımız nəhayət güzel Azerbaycanımızın xəritəsinə yenidən daxil oldu. Bura Kəlbəcərdir. Çıxmışam bir hündür yerdən, sübh namazından sonra çıxmışam bu Kəlbəcərin çox hündür yerindən çəkirəm və sizlərə göstərirəm. Ola bilər çox çəkilişlər olub. Bu da mənim çəkilişimdir. Bu da mənim gözümlə, mənim zövqümlə çəkilən bir çəkilişdir. Gözəl mənzərədir. Gözəl mənzərədir. Gəlib çıxmışam. Bax burada dağın başına çıxmışam. Biraz da gedə bilərdim, ancaq ehtiyac bilmirəm. Da buradan hər yer görünür deyə mən daha bundan da artıq yuxarılara getmək istəmirəm. Buralarda kəhli otu gözəl-gözəldir. İnsan şəfası üçün istifadə olunan otlar var. Əlbəttə biraz da çəkib gedib yuxarılardan çəkəcəyəm inşallah. Burada gözəl adicə bağ alça dərmişəm. Gör nə gözəldir. Aparıram, indi uşaqlar yatır, aparıram. Onlar da bu alçadan yesinlər. Çünki birazdan gedib, biraz da Kəlbəcərin bəzi yerlərini gəzib yolumuz Şuşaya, Laçına, Məngə, nə bilim, Qubadlıya, Zəngilana yenidən bir səfərə çıxmışam. Uşaqlarla öz gəzdiyim yerləri onlara gəzdirirəm. Bir daha sizi sübh tezdən Kəlbəcər torpaqlarından salamlayıram. Sizlərə can sağlığı arzulayıram və gözəl məkanı məndən bir yerdə elə bilirəm ki, gəzirsiniz. Var olun. Qaldığımız yerdə o zdanyaların biridir. Allah canını sağ eləsin, bir nəfər qabağımıza çıxdı və evin bizə verdiyi, qaldıq orada. Bu gecə qalmışıq, çox rahat yatdıq. Gözəl havası var və gözəl abu havası var daha doğrusu. Sağ olun, var olun, hələlik.